Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiyye ba'den ma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah 5. iftardır. 5. Ramazan. Elhamdülillah Ramazanın 5. günü. Allah'a hamd olsun ki tuttuq tam iftarazan. Elhamdülillah orucumuzu pozmadıq. Yani ibadeti həmişə bitirmək özü böyük neymətdir. Həmişə ibadeti eləyəndən sonra adam ləzzət alır. Onun ayrıca ləzzəti var. Necə ki iftarın da ayrıca ləzzəti var. Bunu ancaq tutanlar bilir. Möminlər bilir. Və görün Allah Subhanahu taala bu Ramazanı necə yaradıb, bu orucluğu fərz eləyib bizim üçün. Nə qədər böyük nimətlər var bu Ramazan günlərində. Lakin elə insanlar var ki, bundan məhrumdurlar. Məhrumdurlar. Adi namaz, böyük nimətdir namaz qılmaq. Lakin nə qədər insan məhrumdur. Həmçinin başqa əməllərdən. Görürsən, zəkat imkanı var, çıxartmır. Sonra o bəla olacaq onun üçün. Bəla olacaq. Və ya məsələn həcc. İmkanı var, həccə gedmir. Bu o bəla olacaq onun üçün. Yəni, aqibəti böyükdür. Allah düzdür. Allah Ar-Rahmanir-Rahim. Allah özünü vəsf eləyəndə Bismillahirrahmanirrahimdə hər şey aydındır. Bismillahirrahmanirrahim hər şey aydındır. Bismillahirrahmanirrahim nədir? Bir isim. Yəni Allah bir isim. İsim kimin ismi? Allah. Allahın adı ilə başlayıram. Allahın köməyi ilə başlayıram. Allahın bərəkəti ilə başlayıram. Adı o bir hərfi var orada. Bir neçə məna verir ərəb dilində. Bismi Allah. Hansı Allah? Er-Rahman, Er-Rahim. Şöyle sen adı Bismillahirrahmanirrahimdə hər şey aydındır. Sen Bismillahirrahmanirrahim deyəndə bilginə Allah Rahman Rahimdir. Və necə Rasul sallallahu aleyhi ve sellem buyurub, Allah rəhmətindən, yüzündən sadəcə birin öz məxluqatı arasında bölüb. İnsanlar, heyvanlar. Görürsən, insan necə rəhimlidir, heyvan necə rəhimli olur balasına. Şir, baxmayaraq vəhşidir, yırtıcıdır. Amma fikir versən balasına, balası gəlir, çıxır üstünə, heç dənəmir. Çünki balasına qarşı nədir? Rəhimlidir. Bütün heyvanlar belə, insanlar da həmçinin. Təsəvvürlə 99'un isə özündədir Allah'ın. Qiyamət günü ishar edəcək. Allahu Ekber. Ona görə o Allah deyəndə bismi dedi Er-Rahman, Er-Rahim. Hələ belə deyil o adlar, qardaşlar. Özünü tanıtdırır sənə. Və bu Ramazan, qardaşlar, bu Ramazan bir məktəbidir. Məktəbidir, tərbiyə məktəbidir. Tərbiyə. İnsan tərbiyələnir. İbadətdə əsas məqsədlərdən də biri odur. İnsanı tərbiyələndirmək. İnsani keyfiyyətlərə qaytarmaq. Dinimiz insani keyfiyyətləri tələbləyir bizdən. Ancaq yaxşı əməlləri, yaxşı, xoş niyyət, hətta qəlbə əməllərə toxunur. Ki, başqa qardaşı qəlbində nəsə kin tutmayasın. Qəlbə əməlləri müalicə eləyir. O ki, qaldı zahiri əməlləri. Ona görə bu Ramazan, qardaşlar, böyük bir məktəbdir. Bu məktəbdə, qardaşlar, biz nə öyrənirik? Öyrədən məsələlərdən biri bu Ramazan, bu orucluq bizə ixlası. Necə ibadəti xalis Allah üçün eləmək. Çünki orucluq ixlas üçün gözəl nümunədir. İxlas yəni yalnız Allaha. Ona görə bu məsələn sən tutaq ki, yiyib içə bilərsən. Cəmaatın arasında yiyib içmə. Amma keçib otağa gizlidə yiyib içə bilərsən. Amma orada da necə cəmaatın yanında sən hələsən. Orada da yiyib içmirsən. Orada da yiyib içmirsən. Yəni öyrədir sənə ki, namazda hələ, başqa əməllərdə belə. Ona görə İmam Əhməd nə deyir? İmam Əhməd deyir ki, rahimehullah, oruc tutanda riya olmaz. Orucluqda riya yoxdur. Yəni oruc əməlində. Çünki sən burada necəsən, orada da eləsən. Bu demək deyil, sən burada yiyib içmək və s. tərk eləmsə, evdə yox. Evdə də eləsən eyni. Eyni.
Ona görə qardaşlar, yəni bu əməl birinci bizi ixlasa öyrədir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm qudsi hədisdə, qudsi hədis yəni Allahın kəlamıdır. Sadəcə mənası Peyğəmbər deyib. Qudsi hədis budur beydir. Quran həm mənası, həm tələffüzü, ləfsi Allahdandır. Qudsi hədis mənası Allahdan, tələffüzü Peyğəmbər sallallahu əleyhi və səlləmdən. Hədis mənası da, tələffüzü də Peyğəmbər sallallahu əleyhi və səlləmdən. Qudsi hədisi də bilmək necə olur? Necə biri deyə bilər ki, yaxşı, onda Peyğəmbər sallallahu əleyhi və səlləm hədisinə qudsi hədisi necə ayıraq? Hələ Peyğəmbər sallallahu əleyhi və səlləm özü ayırır. Elə ki, qudsi hədis olanda deyir, Allah Taala belə deyir. Bilirsən ki, qudsi hədisdən danışır. Allah Taala belə deyir. Bilirik ki, dərhal qudsi hədisdir. Rahat fərq bilmək üçün. Və qudsi hədisdə nə deyir? Allah Taala deyir ki, orucluq mənim üçündür və onun əcrini mən verirəm. Xüsusi də orucdur, qardaşlar. Həmçinin, ümumiyyətlə, ixlas mühümdir. Allah Subhanahu taala buyurur ki, فَمَنْ كَانَ يَرْجُ لِقَاءَ رَبِّ Kim Allahla görüşmək istəyir qiyamət günü cənnətdə, فَمَنْ يَرْجُ لِقَاءَ رَبِّ فَلْيَعْمَلَ عَمَلًا صَالِحًا Salih əməl görsün. Salih əməl, yəni sünnəyə uyğun. Bidətdən yox. فَلْيَعْمَلَ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا Və Allah şərik qoşulsun, yəni ixlas. Yəni sırf Allah'a ibadət eləsin. İbadətdə Allahdan qeyrisin olmaz, qardaşlar. Və əsas da nədir, qardaşlar? İxlas olsa, ixlasın da yeri haradır? Qəlb. Çünki var qəlbi əməllər, var zahiri əməllər. Qəlbi əməllər, məsələn, ixlas, hələ niyyət, xuşu, Allah qorxusu, yəqinlik, sevgi, aydındır. Bunlar nədir? Bunlar təvəkkül, bunlar qəlbi əməllərdir. Amma var zahiri əməllər, məsələn, namazdır, zəkatdır, həcdir və s. və s. başqa əməllər. Və qəlbi əməllər əsasdır. Qəlbi əməl mütləq olmalıdır. Olan şeylərdən də biri ixlas. Allah üçün olmalıdır. Allah üçün olmasa, o əməl səndən qəbul olunmayacaq. Qəbul olunmayacaq. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? O hədisdə ki, hansı ki, Tirmizi, Nəsai rivayət edib, deyir ki, kimin qəlbində Allah yolunda şəhid olmaq olsa, o hətta yataq döşüyündə ölsə belə Allah Taala o şəhidlərdən yazacaq. Fikir versən, qəlbində varsa, sadiqsənsə o sözündə, əməl olmasa da Allah Taala yazacaqsan onlardan. Ona görə qardaşlar, yəni mühümdür qəlb, mühümdür ixlas, qəlbi təmizləmək. Qəlbi də bu arayan nazarla təmizlənmir də. Paltarıya maşının için atasan, elə təmizlənmir. Qəlbi necə təmizləyir? Salih əməllərlə, ixlas, qəlbi təmizləndirən qorxu, yəqinlik, sevgi, Allah sevgisindən birinci. Peyğəmbər sevgisi. Bu məktəbdə dərslərdən biridir. Həmçinin qardaşlar, dərslərdən biri təqvallah, Allah qorxusu. Çünki təbii ki, bizim əməllərimizdə hər bir ibadətdə üç şey olmalıdır. Qorxu, sevgi, ümid. Qorxu, sevgi, ümid. Biz, məsələn, müxalif bidət əhlindən fərqlənirik. Biz deyirik, bunlar üçü olmalıdır hər bir əməldə. Ola bilər, hansısa çox olsa, azsa az. Sən o idarə elə bilməzsən. Amma olmalıdır bunlar. Qorxu, ümid, sevgi. Sufilər deyirlər, yox, bir daha sevgi olsun. Xavariclər deyirlər, ancaq qorxu. Murciyələr deyirlər, ümid. Amma biz deyirik, üçü də olmalıdır. Qorxu, sevgi, ümid. Ona görə qardaşlar, yəni bu məktəbdə, bu Ramazan məktəbində həmçinin bizə nəyə öyrədir? Allah qorxusun. Allahın əmrlərinə tabi olmaq. Nəhiylərindən çəkinmək. Çünki biz burada qadağanlardan çəkinirik. Və həmçinin də Allah necə deyib, o cür eləyirik. Burada saniyə söhbəti gedir.
Fikir verir saniyə, 42, yo, 43 dəqiqədədir. 43 olanda su içirik. Saniyə, suhurda həmçinin. Fikir etsəm bizi tərbiyələndirir. Məktəbdir. Və ona görə Cabir ibn Abdullah ne deyir? Cabir ibn Abdullah deyir ki, rahimehullah, daha doğrusu radiyallahu anh deyir ki, əgər oruç tutanda deyir, çalış, qulağın da oruç tutsun, gözün də oruç tutsun, dilin də oruç tutsun. Fikir etsən. Və özü də deyir ki, axırda nə deyir? Elə etmə ki, orucluq gündən oruç tutmayan günü arasında fərq qoy. Yəni sən əgər oruç tutandan da, tutan gündə, oruç tutmayan gündə fərq olmasa heç də fərqləndirməlisən. Ona görə danışıqlı fikir ver. İndi görürsən, qardaş oruç tutub söyüş söyür. Və ya başqa nəsə. Olmaz, olmaz. Orucluq tutanda, orucluğun sonunda indi görəcəksiniz. Söyüş səyən söyüşünü azaldıb və ya tərgizib. Və ya başqa əməl sahibi görsən azaldıb. Nə səbəbə görə orucluq məktəbi idi. Həmçinin qardaşlar, yəni onu demək istəyirəm ki, qardaşlar, biz əzəmətli bir aydayıq. Tərbiyə böyük məktəbdə. Həmçinin təlimlərindən orucun səbir. Bizi səbir öyrədir. Nəfsi idarə eləməyə, nəfsi sıxmağa. Adam var, nəfsə tabidir. Nəfs deyinir, gedir dalınca nəfsin. Amma yox, orucluq səhədir ki, gəl bura, deyəm, mən sənə nə deyəcəm, onu eləyəcəksən. Nə vaxt? Sənə tabidir. Amma cahillərdə elə deyil. Cahillər tabidir öz nəfslərinə. Görürlər, nə səsliyi gedirlər, da baxmırlar, haram, halal. O qəflətdədir. Nəzərə almır ahirəti, nəzərə almır qəbri, bərzəxi. Çünki qəflətdədir o. Uzaqdır. Böyük neymətdən. Ona görə bizi səbir öyrədir. Səbir öyrədir, asilərə səbir etmək. İtaətə səbir etmək. Aclığa, susuzluğa səbir etmək. Çox, qardaşlar, çox. Ona görə elə başa düşməyin ki, bu orucluq bir dənə yiyib içmək şəhvəti tərkəminə edir gün batandan can. Yəni, sübh azandan, məğrib azandan can. Yox, böyük bir məna daşıyır, böyük bir məktəbidir, böyük bir tərbiyədir. Elhamdülillah, sadəcə çalış, istifadə elə. İbadətlə. İbadətlə, salih əməllərlə. Salih əməllərlə. Elhamdülillah, əgər belə olsa, inşallah istifadə edən olacaq, əgər bunların hamısını eləsək. Allah subhanət hala bizə işli faydalardan etsin. Allah müsəlmanlara kömək olsun. Allah bizi dində sabit etsin. Əli bu qədər qardaşlar. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.